Şaban ayı, gözəl bir ay. Rəhmətlə dolu bir ay. Elə bir ay ki, Peyğəmbərimiz buyurur, Şabanu şəhri. Şaban mənim ayımdır. Əslində bu cümlə kilit bir cümlədir. Necə ki, xanım Zəhra salamullahi aleyhi haqqında, Qədir gecəsi haqqında deyilən bir cümlə var. Kim xanım Zəhra salamullahi aleyhanı tanıyarsa, Qədir gecəsini anlayar. Bəli. Yəni bu ayın, bu cümlənin içində bir mesaj var. Mesaj bundan ibarətdir. Şaban ayını dərk etmək istəyirsinizsə, anlamaq istəyirsinizsə, Peyğəmbəri tanımalısınız. Peyğəmbəri tanıdığımız qədər Şaban ayını tanıya bilərik. Peyğəmbərin kim olduğunu bilsək, elə o qədər də Şaban ayını tanıya bilərik. Bəli. Elə bir şəxsiyyət ki, bizim Peyğəmbərimiz, Allah onu Quran-ı Kərimdə tərifləyir. Çoxlu təriflər edir. Rəhmətən lil aləmin deyir. Sən aləmlərə rəhmətsən. Unzilə məh. Necə ki, Quran-ı Kərimi nazil etmişəm, səni də nazil etmişəm. Quran-ı Kərim mənəvi səmalardan yerə düşdü, yerə nazil oldu. Elə eyni ilə də səni də nazil etmişəm. Sən çox yüksək bir mərtəbədə idin. Səni nazil etdim yer üzünə. Nazil etdim ki, insanların əlindən tutasan, insanları da yüksəkliklərə aparasan. Elə bir yüksəklik ki, Quran-ı Kərim belə buyurur, Qaba qovseynə o ədna. Sən çox ucaldın, çox yüksəkliklərə ucaldın. Hətta o həddə ki, mələk özü dedi, ləhdərəkdu. Mən ora qalxsam, yanaram. Yəni, mələk gedə bilməyəcəyi bir yer idi. Və Allahın Rəsulu gəldi ki, bizim əlimizdən tutub, bizi də yüksəkliklərə aparsın. Bəli, əziz Peyğəmbərimizi Allah hey tərif edir. İnnəkə lə'alə xuluqun azim. Həqiqətən Peyğəmbər, sən əzəmətli əxlaqa hakimsən. Ayə belə deyil, səndə gözəl bir əxlaq var. Ayə belədir, innəkə lə'alə xuluqun azim. Əxlaqi keyfiyyətləri sən ayaqsız saxladın. Sən olmasan, əxlaqi keyfiyyətlər aradan gedər. Baxın, nəzəriyyəni ayaqsız saxlayan nümunədir. Nümunələr olmasa, nəzəriyyələr aradan gedər. Nümunələr olmasa, nəzəriyyələr aradan gedər. Ədalətin yaşaması üçün ədalətli insanlara ehtiyac var. Şücaətin yaşaması üçün şücaətli insanlara ehtiyac var. Allah Quran-ı Kərimdə bizi Peyğəmbəri tərif edərkən belə söyləyir. İnnəkə, həqiqətən sən, lə'alə xuluqun azim. Əzəmətli bir əxlaqa hakimsən. Yəni, əxlaqi keyfiyyətlər, əxlaqi səciyyələr sənin vasitəndən ayaq üstə qaldı. Bəli, biz nə qədər Peyğəmbərimizi tanısaq, Şaban ayında fəzilətlərini dərk etmiş olarıq. Çünki bu ay Peyğəmbərimizlə bağlı bir aydır. Necə Peyğəmbərimiz rəhmətən lil aləmindir, bu ayda rəhmət dolu bir aydır. Bu ayda Allah bəhanələrlə bizi bağışlayır. Elə bir aydır ki, bu ay insan bir əməl etdikdə Allah 70 savab verir. Allah xırda əməllərimizi böyüdür, əhsən deyir. Bilirsiniz nəyə bənzəyir? Elə bir uşaq, nəzərə alın, 4 yaşında, 5 yaşında bir uşağa ana bir iş tapşırır, xırda bir iş. Uşaq o işi icra edir. Ana o qədər tərifləyir onu, bala, əhsən, maşallah, bu işi necə etdin, nə gözəl etdin. Uşağın üzü gülür. Uşaq elə bilir doğrudan da böyük bir iş gördü. Allah da bizim xırda əməllərimizi belə böyüdür. Əhsən mənim bəndəm, nə gözəl bəndəsən, sən bunu necə icra etdin, subhanallah dedin sən, zikir söylədin sən, maşallah. Allah istəyir üzümüz gülsün. Necə ki, o uşağın üzü gülür. Allah istəyir bizi o halda görsün ki, ey ibadətlər edirik, hey çalışırıq və xırda əməllərimizi Allah bu qədər böyüdür və qiymət verir. Bəzi vaxtlar insanlar Rəcəb ayına daha çox diqqət yetirir. Şaban ayı gəldikdə həmən coşqu olmur. Rəcəb ayında daha çox oruç tutmaq istəyir, ibadət etmək istəyir. Amma Şaban ayında sanki o ruh yüksəkliyi enir aşağıya. Bəzi insanlarda belədir. Necə ki, bu Peyğəmbərimizin zamanında belə idi. Bir şəxs Peyğəmbərimizə sual edir. Ya Rasulallah, Rəcəb ayının orucu haqqında səndən soruşmaq istəyirəm. Peyğəmbərimiz belə cavab verir. Bu qədər Rəcəb ayından soruşursunuz, mən məğzin deyirəm. Niyə Şaban ayına bu qədər qafilsiz? Niyə Şaban ayından soruşmursunuz? Yəni, niyə Şaban ayının orucu haqqında sual etmirsiniz? Bəli, Peyğəmbərimiz buyurur, Şaban şəhri, Şaban ayı mənim ayımdır. Rəhimallah mən ə'anəni əla şəhri. Bu ayda mənə kömək edənlərə Allahın rəhməti olsun. Peyğəmbərimiz kömək istəyir bu ayda. Bizdən kömək istəyir. Əslində biz Peyğəmbərimizə kömək etmirik, özümüzə kömək edirik. Necə ki, Allahımız Quran-ı Kərimdə buyurur, İn tənsurullah yansurkum və yusabbit əqdamakum. Siz mənə kömək etsəz, mən sizə kömək edərəm. Əslində biz özümüzə kömək edirik. Misal çəksən belə bir misal çəkərdim. Müəllim, insaflı bir müəllim
tələbəsindən çox sevən bir müəllim tələbəsinə üz tutur. Deyir, tələbə, mənə kömək elə. Nə istəyirsən? Yəni, nə mənə də kömək elə? Ev işlərimdə kömək elə, mənə pul ver, xeyr, kömək elə. Dərslərini yaxşı oxu, dərslərində ciddi ol, məsuliyyətli ol. Əslində, müəllimin kömək istəməsi tələbənin özü üçündür. Peyğəmbərimiz deyir, mənə kömək eləyin. Yəni, özünüzə kömək eləyin. Mən sizi düşünürəm. Biz necə kömək edə bilərik Peyğəmbərimizə? Peyğəmbər buyurur, mənə salavat göndərməklə, Əhl-i Beytə salavat göndərməklə mənə kömək eləyin. Salavat deyin. Bu ay çalışın, əməllərinizdən biri salavat olsun. Peyğəmbərimizə və Əhl-i Beytinə. Çünki salavat, yəni rəhmətin Əhl-i Beytə nazil olması, Əhl-i Beytə gələn rəhməti Əhl-i Beyt bizlərə də göndərir. Əhl-i Beyt Allahdan aldığı həmən rəhməti bizlərə də bəxş edir, bizlərə də göndərir. Çünki Əhl-i Beyt bu qədər səxavətlidir. İkinci əməl zikr etməkdir. Bu ayda müəyyən zikirlər edə bilərsiniz. Amma xüsusi zikirlər də söylənilib. O zikirlərdən biri budur. La ilahe illallah və la na'budu illa iyyah muxlisinə lehuddin və ləv kərihəl müşrikun. Bu zikri ay ərzində, hər gün yox, ay ərzində 1000 dəfə söyləsəz, hədislərdə var, kim bu zikri bir ayda 1000 dəfə söyləyərsə, yəni Şaban ayında Allah ona 1000 ilin ibadətini yazar. 1000 ilin sanki ibadətini etmisən, sanki dünyada 1000 il yaşadın, 1000 il yüksəkliklərə ucaldın. Digər əməllərdən biri bu ayda sədəqə verməkdir. Hətta hədislərdə var, heç olmasa yarım xurma gedin sədəqə verin. Əslində bu sözün mənası budur ki, yəni nəyi bacarırsınızsa edin. Mən edə bilmədim söyləməyin. Azacıq iş görə bilirsinizsə azacıq edin. Çox edə bilirsinizsə çox edin. Amma tək edin. Necə ki, Quran-ı Kərim buyurur, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Əgər siz mənim yolumda çalışsanız, cəhd göstərsəz, səy etsəz, mən sizi hidayət edərəm, öz yoluma hidayət edərəm. Yolları üzərinizə açaram. Allaha qovuşduran yolları sizin üzərinizə açaram. Hidayət olmuş olarsınız. Bu ayın əməllərindən biri də sədəqədir. Allahın yolda sədəqə vermək. Digər əməl isə istiğfar etməkdir. Bu ay istiğfar edin. Hər gün, gün ərzində 70 dəfə bu istiğfar edə bilərsiniz. Hər gün 70 dəfə gün ərzində bu istiğfar edin. Əstəğfirullah və əsəluhu tövbə. Allahım, səndən bağışlanmaq istəyirəm. Günahlarıma görə bağışlanmaq istəyirəm. Allahım, məni bağışla. Və bu ay elə bir aydır ki, oruç tutmağa daha çox üstünlük verir. Məsumlar bu ayda çox oruç tutardılar. Bəli. Bu ayın hər cümə axşamısı deyirlər, mənəvi səmalar zinətlənir. Mələklər Allaha dua eləyir. Dua bundan ibarətdir. Allahım, Şaban ayında oruç tutanları bağışla. Allahım, Şaban ayında dua edənlərin dualarını qəbul et. Və bunu da unutmayaq ki, məsələnin bu tərəfində deyim ki, bu ayda bir insan günah eləsə, Allahın cəzası daha çox olar. Çünki Allah bu ayı o qədər rahat edib ki, ibadət etmək üçün bizdən günah gözləmir. Ona görə çalışmalıyıq, çox çalışmalıyıq ki, bu ayda günahlardan uzaq düşək, ibadətlər edək və itaətlər edək. Allah bu ayın orucunu tutmağın, bu ayda zikr etməyin, bu ayda sədəqə verməyi, bu ayda istiğfar etməyi bizlərə nəsib eləsin inşallah. Allah sizlərdən razı olsun.